Lətifə Tural Cəfərovun səhifəsindən. Ayrım Zirəddin dostu Ovçu Sədrəddinə dedi: Ay qağa, nə olar ova gedəndə Ramazanı da apar. Elə həvəslənir ki, ovdan ötəri. Sabah apararam. Sabahsı yığılıb meşəyə ova gedirlər. Zirəddin deyir: Siz burada quşdan vurun, mən dağa qalxım. Ramazangil bir ayın mağarasına rast gəlirlər. Ramazan deyir: Mənim belimə kəndir bağlayın, mağaraya girim. Kəndir tərpənəndə çəkin çıxım. Belə də edirlər, kəndir tərpənəndə kəndiri çəkirlər. Baxırlar, Ramazanın başı yoxdur. Bir-birindən soruşurlar: Biz gələndə Ramazanın başı var idi mi? Sədrəddin gələndə ondan da soruşurlar: Yadımda deyil, gedək ayrım Zirəddindən soruşaq. Qayıdırlar kənddə Zirəddindən soruşurlar: Ay qağa, biz ova gedəndə Ramazanın başı var idi mi? Zirəddin Ramazanın başsız bədəninə baxıb deyir: Yox idi. Başı olan köpək oğlu başını ayının mağarasına soxarmı? Diqqətinizə görə çox sağ olun.